Bugün Şarurşəhər Şəhid Məmməd kəndindən olan şəhidimiz Leytenant Elşən Əzizoğlunun doğum günüdür. Ad gününə yığışmışıq məzarının önünə, yaxınların, əzizlərin toplaşıbdır sənin doğum gününə. Heç kəsin üzü gülmür, səndən ayrı olanda, görüşünə gəlibdir, hamıdan çox sevdiyin, əziz doğma anan da. Deməginən oğlum təkdir xiyabanda, sən gördüyün təkcə məzar daşıdır. Onlar burada yatan gündən bir-birinin doğma əziz qardaşıdır. Nəzər yetir xiyabana, hər tərəfi gül çiçək, cənnətində keçirdiyin doğum günün mübarək, cənnətində keçirdiyin doğum günün mübarək. Allah şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə şəfa versin. Amin, amin, ya Rəbbəl aləmin. Kərbəlayı Abbas Yanar Səbirli.